Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 44-cü dərs, praktiki çalışma. Dərsimiz 5 ayədən ibarətdir. Yeni sözləri dəftərə qeyd eləyərsiniz və birinci ayəmiz Yusif surəsi 96-cı ayədir. Ayəmiz sona qədər deyil. Əuzu billah, bismillah. Fələmmə, fə beləliklə elə isə, ləmmə əslində tam ələ axıra baş verməmiş, amma baş verir. Ona görə zaman kimi tərcümə edə bilərik. Yəni beləliklə zaman ki, burada ən ki də var, kitabda da qeyd olunub ki, tərcümə etməyə də bilərik. Belə isə zaman ki, gəldi, yəni gəldiyi zaman, belə də deyilə yaxşı olar. Əl-bəşiru, əl-bəşiru müjdə verən, muştuluqçu deyə bilərik. Əl-qahu, əl-qahu, hu burada onu deməkdir. Əl-qah, yəni əl-qa, atdı. Atdı, yəni atmaq. Atmaq, hu, onu, yəni burada hu köynəkdən söhbət gedir. Yəni Yaqub əleyhissalamın köynəyi. Alə üzərinə, vəcihihi, onun üzünə. Vəchun, yəni üz deməkdir. Hi də onun. Fərtəddə, fərtəddə fə elə isə beləliklə demək fərtəddə beləliklə açıldı bəsiran gözləri. Yəni burada fəni dərhal da deyə bilərik. Yəni atan kimi də deyə bilərik. Ümumi tərcümə beləliklə müjdə verən yaxud da muştuluqçu gəldiyi zaman onu, yəni Yaqub əleyhissalamın köynəyi onun üzünə atdı. Yəni atan kimi dərhal gözləri açıldı. İkinci ayə Nəhl surəsi 78-ci ayədir. Əuzu billah, bismillah. Və cəalə, yəni və cəalə təyin etdi, verdi deyə bilərik. Ləkum sizin üçün əs-səmə, yəni səmə qulaq deməkdir. Qulaqlar kimi də tərcümə edə bilərik. Həm qulaq, həm qulaqlar. Vəl-əbsar, yəni gözlər. Vəl-əfidə, yəni ürəklər. Ləalləkum, bəlkəm siz təşkurun, yəni şükür edəsiniz. Ümumi tərcümə isə belə desək daha gözəl olar. Sizə qulaq, göz və ürək qəlb verdi ki, bəlkə siz şükür edəsiniz. Yəni burada sizə qulaqlar, gözlər və ürəklər verdi ki də deyə bilərik. Amma cəm formada olsa da belə ümumi adlandığına görə biz ümumi sizə qulaq, göz və ürək verdi ki, bəlkə siz şükür edəsiniz. Üçüncü ayəmiz Nəhl surəsi 79-cu ayədir. Üçüncü ayəmiz. Ələm yarav, yəni görmədilərmi? Burada mimi, ləm inkarı bildirir. Yarav, yəni ələm yarav, görmədilərmi? İlə tərəf, ət-tayri, yəni quşlar. Musəxxarat, yəni ram olunmuş. Fi dadə cəvvis səmə, yəni göyün boşluğu. Fi cəvvis səmə, yəni göyün boşluğunda. Demək mə burada illə bir yerdə gəlir. Mə yumsikuhunnə, yəni onu saxlayır. Yəni onu ancaq Allah saxlayır. Deyə bilərik ki, onu saxlamır Allahdan başqa. Onları daha doğrusu. Hunnə onlar deməkdir. İnnə həqiqətən fi zəlikə, yəni bunda ləəyəti, yəni nişanələr vardır. Li qavmi yu'minun, yəni iman gətirən qövm üçün. Ümumi tərcümə də belədir ki, onlar göyün boşluğunda ram olmuş quşları görmədilərmi? Onları, yəni burada havada mənası, yəni onları havada yalnız Allah saxlayır. Amma tərcümədə hava sözü yoxdur. Yəni onları yalnız Allah saxlayır. Ya da Allahdan başqa heç kim yəni saxlamır kimi də. Amma demişdik, mənlə illə gələndə biz yalnız deyirik. Onları yalnız
Allah saxlayır. Həqiqətən bunda iman gətirmiş qövm üçün nişanələr vardır. Deyə də bilərik ki, ibrətlər vardır. 4-cü ayəmiz Muminun surəsi 86 və 87-ci ayələrdir. Euzubillah, bismillah. Qul de, mən kimdir? Rabbus səmavati, yəni göylərin, yəni göyün Rəbbi. Səb'i 7 deməkdir. Yəni 7-ci göyün, 7 göyün də deyə bilərik, 7-ci göyün də deyə bilərik. Və Rabbul ərş və ərşin Rəbbi. Əl-azim, yəni böyük. De, 7 göyün və böyük ərşin Rəbbi kimdir? Seyəqulunə, sə burada tezliklə mənasını verir, yəni tezliklə, tez bir zamanda. Yəqulunə, yəni deyəcəklər. Lillah, yəni Allahındır, Allaha məxsusdur. Qul de, əfələ təttəqun, de ki, elə isə qorxmursunuzmu? Təqvalı olmursunuzmu? Burada mimi, fə elə isə lə inkarı bildirir. Ümumi tərcümə, de, 7 göyün və böyük ərşin Rəbbi kimdir? Tezliklə deyəcəklər Allahındır. De ki, elə isə qorxmursunuzmu? Və 5-ci ayəmiz Furqan surəsi 20-ci ayədir. Euzubillah, bismillah. Və mə ərsəlnə, burada da mənə illə var, diqqət edək. Çünki və mə ərsəlnə qabləkə minəl mursalinə illə. Ona görə biz göndərdik, belə deyək, və biz göndərdik ərsəlnə qabləkə, səndən öncə, minəl mursalinə, yəni peyğəmbərlər, peyğəmbərlərdən də deyə bilərik. İllə, yalnız innəhum, demək, innəhum, həqiqətən onlar, ləyəkulunə, yəni şübhəsiz yeyirlər, ət-taam, yəni yemək. Ümumi tərcümə belədir ki, səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də şübhəsiz ki, onlar yemək yeyərdilər. Yəni, səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də yemək yeyərdilər mənasındadır ümumi. Bu ayəmiz ki, axıra qədər deyil. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.